Məsələn, belə bir şey deyim sizə. Limit x yaxınlaşır 0-a, soldan yaxınlaşsa 1 üstəgəl modulda sinus x verdi. Məsələn, bağladı. Üstündə 5 bölünsün modulda sinus x. Aha. Bu halda əslində bir şeyi yadınıza saxlayın da, üstünlərlə bağlı olanlar ikinci görkəmli limitə uyğun gələcək. Bunu o səpkidə verəcəklər və siz Demişdiniz biri y üstündə limit bəli, f2 sıxılsın 1 vurulsun cx. bəli. Deməli, bu zaman hal-hazırdakı vəziyyətimizdə, əgər biz bunu yadımıza saxlamışıqsa ki, heç limit sözünü yazmağa ehtiyac yoxdur. Məsələn, tutaq ki, 1 üstəgəl u funksiyası üstündə 1 böl u. X u deyək də, indi bu yazmışam. U sıfıra yaxınlaşan vaxtı içəri 1-ə çevrilir. O da 1 böl sonsuzluq olur. Bu da bizə y üstünü verəcək. Y-ni. Yəni daha doğrusu belə deyək də, bu y-yə yaxınlaşmış olacaq. Yəni bu bizə y-yə yaxınlaşdığını göstərmiş olacaq. İndi limit də qoyanda cavab y-ni vermiş olacaq. Buna görə də biz bu misalı eləyəndə cavab y-nin üstü, bir dənə burada 5 artıqdır da, o 5-i də yuxarıdan yaza bilərik. Üstü onlarda demişdik. İndi yoxlaya da bilərsiniz ki, məsələn, sıfıra soldan yaxınlaşanda nə baş verir, nə tər edir. Yəni ehtiyac yoxdur. Yəni normal qayda ilə bunu belə yaza bilərik. Aydındır? Yəni indi o baxır misaldan asılı olaraq bir sual verərsiniz, baxarıq. Yəni çox ancaq sualdan asılıdır da. Siz sual verirsəz, onun sualın üstünə baxacaq. Test 6-da neçə? 14-cü sual mənim. Test 6-da 14-cü sual. Aha, test 6-ya qədər kiminsə bir problemi icadı varmı? Yəni yəqin ki var, sözsüz var. Mən bilirəm ki, olmamış olmaz. Varsa ona da baxa bilərik. Varmı elə sual? Məndə yoxdur, mən 6-ya qədər işlətməliyəm. Hə, tamam, yaxşı. 6-ya qədər eləmişsiniz. Demək, limit yaxşı, bunu yazaq. Limit x yaxınlaşır, mənfi sonsuzluqdur da deyəsən. Mənfi sonsuzluq. Xeyr, mənim müsbət sonsuzluqdur. Eləmi? Müsbət sonsuzluqdur. Bəli. Bir də mən baxım bir də. X plus 3 faktorial bölsün 3 üstü x. Hə, əgər müsbət sonsuzluqdursa, müsbət sonsuzluq. Onda bunu birinci köçürək. Məsələn, siz necə getmişsiniz bunu? Mən bunu düşündüm. X plus 3 vurulsun. X plus məsələn x plus 3, x plus 2, x plus 1 yazdım. Sonra vurdum x faktoriala. Aha. Sonra ama hepsini alındıra bildim. Düşündüm ki x faktorial burada bir x kimi götürüm. Sonra x plus 3, x plus 2, x plus 1 bunlar da belə vurum. Amma alındıra bilmədim. Gəlin bunu belə bir məntiqi fikirlə həll edək. Baxın, bu funksiyalar sonsuzluq halındadır da, müsbət sonsuzluq. Bu funksiyalar sonsuz şəkildə böyüyürsə, baxın, biz x-in yerinə hər hansı bir ədədləri qoyduqca müsbət. Yəni sonsuz böyüyür də, düzdürmü? Biz bu böyümə sürətlərini əslində bir baxmalıyıq ki, görək bu necə böyüyür. Məsəl üçün, loqaritmik funksiyanı götürün. Məsələn, ln x funksiyasını götürün. X müsbət sonsuza gedəndə cavabımız nə olur? Yəni artır da, düzdürmü? Artır. Bəli. Hə, amma məsəl üçün ln x funksiyasından daha sürətli artar faktoriallar. Yəni faktoriallar daha sürətli artar. Məsələn, x faktoriallar bir var ln x-ə qoyursan, baxırsan, bir var buna baxırsan. Deməli, bu daha da sürətli arta bilir. Bu da belə. İndi gəlin biz buradakını da o eyni vəziyyətdə bu. Məsələn, üslü funksiyaya baxın. Məsələn, 3x funksiyası. Təbii ki, məsələn, 3-ün üstü 5 biri var qoyuram. Məsələn, 15 qoyuram, 155 qoyuram. Məsələn, bir də var ki, o 155-i aparıb faktorial. Faktorial ən sürətli artırılır. Yəni, bunu yadınıza saxlayın ki, faktorial daha da sürətlə zirvəyə doğru qalxandır. 3x-dan da, qüvvət funksiyasından da, loqaritmik funksiyadan da daha sürətlə artır. Ona görə sürətdəki ifadə x böyüdükcə sürətli böyüyür məxrəcə görə. Oldu mu? Demək, nə qərar verdik? 3x
daha yavaş sürətlə böyüyər. X-i artırdıqca, məsələn, üstü milyon qoyun. Bir də var milyon üstəyə 3 faktoriala baxın. Faktorial isə daha sürətlə artır. Yəni demək ki, sürət məxrəcə görə daha sürətlə artır, məxrəc faktoriala görə daha yavaş artır. Onda belə bir qayda var. Yadınıza saxlayın. Əgər sürət məxrəcdən daha sürətlə artırsa, cavab elə sonsuzluğa getmiş olacaq. Burada da müsbət sonsuzluqdur, müsbət sonsuzluğa doğru cavab getmiş olacaq. Yəni bunun başqa cavabı ola bilməz. Yəni bu formada cavabı yazacağıq. Ya sadəcə olaraq analiz eləmək yox, oturub burada faktorial açası halımız yoxdur. Sadəcə belə bir fikirlə izah eləmək olar. Aydındır, sürət prinsipi ilə demək olar da. Məsələn, məktəb proqramında var belə şeylər. Yaxşı, başqasına baxaq. Test 7-də 17 və 18. Test 7-də çox maraqlıdır ki, mən açmışdım, təzədən bu bağlandı telefonda. Bir dəqiqə mən açım. Test 7-də 17 və 18. səhifə neçədədir? Bir dənə də onu da deyin zəhmət. Səhifə 350. Məndə 258-də bitir. Onda birisi şey PDF açmalıyım. Bir dəqiqə. PDF-lə kitab eyni uyğun gəlmir mənə. Eləmi? Deyirəm axı. Onda bir dəqiqə təzədən baxım. Deməli, loqaritmdən sonra. Test 7 və 8. Test 7-də neçənci sual? 17 və 18. Tamam, bunu çəkək aşağı. Deməli, test 7-də 17 və 18-ə baxaq görək nədir? Limit. Amma məndə biraz pis görünür. Siz deyəcəksiniz ki, mən yaxşı yazın. 17-ci sual. Limit. X yaxınlaşır 0-a hardan? Sağdan. Sağdan yaxınlaşır. Burada verir sinus x. Bölünsün 2. X üstü 1 bölünsün x kvadratı. 1 bölünsün x kvadrat. Tamam. Bu da yəni belə deyək də biraz suallardan biridir. Siz deyin. Mən bunu siz dediyiniz o f2 hızın 1 vurulsun cx şəklində yazdım. Amma sonra sinus x bölünsün x vurulsun 1 bölünsün x kvadratı alınmış olur axı. Yox, çıxılsın 1 vurulsun 1 bölünsün x kvadratı. Sonra bir mötərizəni vurub atsam, amma alındıra bilməm. Yəni cavab aldım, amma cavablarda yox idi deyəsən. Maraqlıdır. Başqa kimsə fikir bildirə bilər buna? Hər an bir fikir olur yəqin ki. Bəli, mənim orada da çıxmanı ayrı-ayrı tutaq ki, limitlərini tapsaq. Elə olanda çıxmanı ayrı limit tapmaq olur, elə deyilmi? Bəli, bəli. Demək, ayrı-ayrı limiti tapsam, sinus x bölünsün x kubunun sürət və məxrəcin ayrı törəmələrini taparaq, o da mənfi kosinus x bölünsün 6 şəklinə gəlir. Bəli. Birinci dəfə qulaq assan, indi burada heç nə başa düşməz, amma biz artıq keçmişik. Üst vurulurdu qabağa. Demək, nə yazırdıq? Sinus x bölü x çıxılsın 1. Düzdürmü? Bəli. Tamam, bunu bilirsiniz artıq. Düzdür. Amma y üstündə müəllim. Təbii ki, y üstündə. Y üstündə yazmadım da. Y üstündə. Y üstünü mütləq yazmaq lazımdır. Tamam, bu doğrudur. İndi bu da bərabərdir. Bunu biz eləsək. Yeni ayrı şəkildə yazıb limitə. Elə də eləyə bilərik. Zaten elə eləyirdim mən həmişə. Düzdürmü? Y-nin üstü x yaxınlaşır 0-a. Bunu bir-birinə vursaq, biraz elə ki, mötərizə açılsın, bir kəsrdə görünsün. Bəli, belə yaza bilirikmi? Ortaq məxrəcə tapdım. Məxrəcə x kubu gətirdim. Yəni x kvadratını x-a vurdum. Düzdür? Bura qədər yəqin ki, problem yox. Bundan da L'Hopital qayda ilə istifadə edib cavabı ala bilərik. Çünki 0/0 alınır. Yəni yuxarı. Düzdürmü? 0/0. Yəni L'Hopital qaydanı tətbiq edilir. Onda mənim sürət və məxrəcin ayrı-ayrı törəmələrini tapsaq, 3 dəfə ardına ya 2 dəfə ard-arda tapsaq alınır. Çünki aşağı x kubudur, bir 3x kvadratı, sonra da 6x, sonra da 6. Yəni 3 dəfə törəmə tapsaq. Hətta bir dəfə kosinus yuxarıda onda çıxılsın 1 olur. Burada olur. Bunu altda da, yəni mütləq şərt deyil ki, y limit x yaxınlaşır 0-ı yaza-yaza gedək.
Yəni bu mütləq şərt deyil. Bəli, aşağıda mən yazıb elə sonra davam elətdirirəm. Hə. Məsələn belə ox qoyub da gedə bilərik. Bir dəfə də törəməsini Bəli. tapırıq. Kosinus törəməsi mənfi sinus Mənfi 2 verir. 8 Burada bölsün 6 6 verir. 2. Bir dəfə də çünki O da 0 bölü 0 bərabərdir. alındıqda siz törəmələri təkrar-təkrar tapa bilirsiniz. Müəllim belə getmişəm deyəsən hardasa səhv etmişəm. Bu belə. Cavabı düz ala bilməmişəm. İndi x-in yerinə 0-ı qoy. Qoyanda kosinus 0 dərəcə 1 Mənfi verir. 6-da 1, Mənfi y-sində 6-da mənfi 1. 6-da 1. Y'nin üstü mənfi 6-da 1-ə gəlir çıxır. Bəli. Bəli. Bu da belə. Müəllim 18-ə də baxa bilərik. Baxaq. Bir dəqiqə bunu bir yaxşı salaq. 18-də deyir ki, biraz bu nisbətən belə baxdıqca görürsən ki, bəli, fərqli suallarda, yəni biraz səviyyə yuxarıdır. Narahat olmayın belə. Yəni imtahana düşən sualları işləyəndə məncə alınacaq limit o qədər. Əslində müəllim maraqlı dərsdir bu. Bir axırıncı testlərdə çox çətinlik çəkdim qrafiklərdə. Məsələn, əslində belə deyək ki, biz ali məktəbdə analiz mövzusunda bunların hamısını Bəli, keçirik. müəllim. Yəni Çətinməz burada funksiyalar hə, çəksin. bax sizə bir şey deyim. Məsələn, sinus hal-hazırda məsələn bunu orta məxrəcə gətirim qoy. Məsələn, limit x yaxınlaşır 0-a. Orta məxrəcə gətirəndə olacaq x kvadrat çıxılsın sinus kvadratı x bölünsün x kvadratı vurulsun sinus kvadratı x. Belə bir şey. Belə bir şey. Aha. İndi bu misalda biraz uzada bilərik də. Biz məsələn indi yerinə qoysaq nə alırıq? 0/0. Yəni yenə törəmə qaydasından gedə bilirik də. Düz deyil? Amma ali məktəbdə biraz fərqli gedə bilərik. Törəmə qaydasından gedə bilərik, yoxsa yox? Bəli, amma elə də uzun olmazmı? Təbii ki, uzun olur. Nisbətən Bəli. uzun. Amma məsəl üçün törəməsiz gərək onu şey eləyəsiniz. Məsələn, ekvivalent sonsuz kiçilənlər. Belə bir şey keçmisiniz? Cədvəli, ekvivalent sonsuz kiçilənlər cədvəli. Məsələn, x 0-a yaxınlaşanda iki funksiyanın nisbəti əgər limitini tapsaq 1 olarsa, funksiyanı ekvivalent şəkildə göstərə bilirik. Onları keçmisiniz universitetdə, yəni belə bir şey. Yəni bu mən onları 3-cü kursda keçmişəm deyəsən. Siz dediyinizi bəlkə də keçmişəm, yadımda deyil amma. Məsələn, sinus Biz son x-də illər informatika üzrə getdik. hə, x 0-a yaxınlaşanda, məsələn, sinus x-in ekvivalent funksiyası x-a dönüşmüş olur. Məsəl üçün sinus 5x olsa, tutaq ki, biz onu 5x-a ekvivalent götürə bilirik və bu formada, yəni bir də limitdə o şeyləri şey eləmirik. Siz deyin. Yəni orta məktəb proqramı əsasında hesablanmır. İndi yaxşı, bu törəmə özünüz edin bir dənə baxaq görək nə alınırsınız. Yəni mən bir də yazmayım. Həftədə bir dənə L'Hopital qaydanı tətbiq edin. Müəllim, birinci törəmə yenə aşağı 0 olduğu üçün ikinci dəfə törəmə almalıyıq. Alındı. Yəni elə olanda bir də alın. Bəli, yazıram. Məsələn, sinus x-in x-a ekvivalent olduğunu Bəli. bunu nəzərə alın. Daha rahat olur. Qoysaq 2 çıxılsın 2 0. Yox, yenə 0 alınır. Bəlkə baxın hasil zamanı sinus kvadratı x-i yadınıza qalsın. Hasil zamanı universitet keçmisiniz. Məsələn, sinus x-i x ilə əvəzləyə bilərsiniz. Ona görə də məxrəcdəki sinus kvadratı x ifadəsini kvadrat olduğuna görə x kvadratından əvəz edə bilərsiniz. Bu birinci. Yəni təbii ki, bu cür sualı qabağınıza çıxsa, indi bu
nə dərəcə yadınıza düşər, düşməz deyə bilmərəm, amma yəni hasil şəklində olanda biz çox rahat şəkildə ekvivalenti ilə əvəzləyə bilirik. Məsəl üçün mən olsam bunu bu formada birinci X növbədə üstü 4 sürəti yox, bəli, məxrəcdəki aşağı. sinus kvadratını x kvadratı ilə, burada kvadratı əvəz eləyəcəm. Burada olacaq x üstü 4. Bu birinci. Təbii ki, indi bu ifadə də ağırdır, nisbətən ağırdır və biz bunu necəsə başqa formaya salmalıyıq. Məsəl üçün, birbaşa L'Hopital qaydanı tətbiq edə bilərəm. Mənim cavab üstə 1 olar belə eləsək. Bəli. Yəni siz L'Hopital qaydandan istifadə edə bilərsiniz. Bu zaman 40 biraz dəfə bəli törəmə tapsaq. bəli. Elə eləyə bilərsiniz yəni. Yəni bir növ məktəb proqramı ilə qarışıq şəkildə, amma yenə də belə deyim də, bəziləri bu qədər ağır verilməz də, yəni düzəltmək Bəli, üçün. bəli. Siz L'Hopital qaydanı tətbiq Müəllim, edəcəksiniz. sadəcə hasil veriləndə biz elə əvəzləmə edə Bəli. bilərik. Bəli. Yox, şeydə də olur. Yəni fərqdə də olur, toplamada da olur. Eləmək olur bunları. Məsəl üçün istəsəz indi bəzi şeyləri deyə bilərəm. Yəni ki, necə bəzi amma yəni o qədər inanmıram da onların sizə fayda sağlayacaq. Məsələn, imtahanda vaxtınızı ona sərf eləməkdən. Amma yəni bunları eləmək olar. Yəni bunları demək olar sizə ki, məsələn necə olur. Məsələn, adi bir şey deyim. Məsələn, A üstündə B-dir də, tutaq ki, belə bir şey. Biz bunu məsəl üçün Y üzərində yaza bilirikmi? Bizim bildiyimiz Y üzərində. Yaza bilirik. Məsələn, ln A üzəri B. Düzdürmü? Bəli, O da bəli. bərabərdir Y-nin üzəri B vurulsun ln A. Bu elə bir ki, bildiyiniz şeydir əslində. A-nı da böyük yazaq. Bu bildiyiniz şeydir. Deyə bilərsiniz ki, bu harda lazımdır? Məsələn, bəzi misalların içində və bunda yəni misal qabağımıza çıxanda bəzən belə eləməklə işimizi daha da sürətləndirə bilirik. İndi o misaldan asılıdır. Bu belə. Sonra məsələn köklərdən bağlı olanlarda və yaxud da ln məsəl üçün 1 üstəgəl məsələn x bərabər ekvivalentdir x-a. Əgər x sıfıra yaxınlaşırsa, səbəb nədir? Məsələn, sonsuz kiçik bir ədəd götürün, qoyun, ln 1-ə yaxınlaşır. Düzdür? Məsələn, sonsuz kiçik bir ədəd qoyanda. O da elə bura qoyacağın qiymətdir də. Yəni x-a 0 verəndə ln 1 0 olmur. Elə ki, buna ekvivalentdir. Məsələn, belə olan halda, məsəl üçün tutaq ki, ln məsələn 1 üstəgəl, o da misallardan asılı olaraq dəyişir də. Yəni misallara uyğun olaraq biz onu tətbiq edə bilərik. İndi o misalda sual versəz mən onu deyəcəm. İndi baxaq görək sizin başqa suallarınız da varmı o şeylər. Bir də onların hamısını bir müəyyən qədər isbat da etmək olur. Başqa sual? Test 8-də 12. Həmin test 12-də Y üstü vardır. Test 8-də 12. Bəli. Baxın bir dəqiqə. Belə üsüllərin hamısını yazmışam, amma bu Y ilə idi deyə yenə elə 0 vurulsun, sonsuzluq falan alırdım, alındıra bilmirdim. Buradan biraz qaldıraq. Deməli, test 8-də 12. Test 8-də 2. Yaxşı. Deməli, birinci 12-ni düzgün köçürək. Limit x yaxınlaşır sonsuzluğa. 3 üstəgəl 5 vurulsun. Y üstü pi-dir orada. Y üstü x. Pi necə pi olur? X Bağlansın 2 bölünsün x. 2 bölünsün x. Tamam. İndi diqqətlə baxaq ki, bu nədir? Məsələn, limitin içərisində baxsaq, yerinə qoysaq, bu mənfi sonsuzluqdur, yoxsa elə müsbət sonsuzluqdur? Sadəcə Müsbət sonsuzluq. sonsuzluq. Bəli, sonsuzluq. Sadəcə sonsuzluq qoyulub da. Hə, tamam. Mənfi də bir başqa cür ola bilər. Ona görə yəni bunlara fikir et. Demək, içəridə nə var? Mənfi olsaydı Y üstü mənfi sonsuzluq 0 verərdi. Bəli, Y üstü mənfi sonsuz. Ona görə deyirəm, burada mənfi sonsuz olsaydı Y üstü mənfi sonsuz 0 verəcəkdi. Evet. Orada mötərizənin içi rahatca sadələşirdi. Yəni üstdə də qoyduq 2 bölünsün mənfi sonsuz, o da 0 verirdi. Nəticədə cavabımız 3-ün üstündə 0 olurdu, o da 1 verirdi. Bəli, Düzdür? Hə. bəli, bəli. Yaxşı. İndi baxaq görək ki, bu nədir?
Burada mənfi sonsuzluq olması cavab 1 var da orada, düzdür? Var. Bəli. Yaxşı, müsbət sonsuz olsaydı nə olardı? Gəlin baxaq. Y üstü sonsuzluq. Y üstü sonsuzluq Mən, yüksək mən olur. bunu yenə f2 sıxılsın 1 vurulsun cx şəklində yazdım. Yəni 5 vurulsun y üstü 2 plus 2 vurulsun 2 bölünsün x. Yəni limit. Y üstündə limit. Deməli, necə yazdınız? 3-ün üstü 5 y üstü x. Y üstü x. 5 vurulsun y üstü içəridəkini yazdım. Sadəcə olaraq 5 çıxdım birin. vurulsun, 5 vurulsun y üstü x üstündə də yəni həmin şey yazdınız, bərabərdir götürdünüz. Bəlkə bunu başqa cür edin. Belə bir şey. Yəni Belə bu bir şey. funksiya kimi baxsaq, yəni bir növ y bərabərdir baxsaq, hər tərəfi loqaritmləsək, bir baxaq görək nə olur. Burada ln yazılır. 2/x qabağa keçsin qabağa. ln 3 üstəgəl 5 y üstü x kimi götürün. Bu belə bir şey baxaq görək. L'Hopital qayda ilə burada indi aparıb yerinə yazsam, nəyi yerinə yazsam? Məsəl üçün, tutaq ki, limit x yaxınlaşır sonsuzluğa 2 vurulsun ln 3 üstəgəl 5 y üstü x bölünsün x yazsaq, ki yerinə qoymuşam da buna y demişdik axı hamısına, düzdürmü? Onu da tapmışam, belə bir şey yazmışam. Hələ ki baxaq görək nə olur. Səhv olsa düzəldərik. Deməli, bərabərdir. Buradan da biz yerinə qoysaq, bunu bilirik də, yəni y üstü x-a bölə bilərik də, hər tərəfi, düzdür? Yəni belə yaza bilərik bir dəqiqə. Limit x yaxınlaşır sonsuzluğa 2 vurulsun. Burada teoremədən də tapa bilərik. Elə teoremədən tapmaq daha gözəldir. L'Hopital qayda ilə. Deməli, L'Hopital qayda ilə tapsaq, içərinin ln x-in törəməsi 1 bölünsün x idi. Onda içərinin törəməsi verəcək elə 5 y üstü x-i aşağı bölünsün 3 plus 5 y üstü x bu özü qalır. Aşağıda da 1-dir də, onu yazmaya bilərik. X-in törəməsi 1. Tamam, o da bərabərdir. İndi yerinə qoya da bilərik. Yəni əmsallarını bölürdük də, düzdürmü? Burada 2 vur 1 alınır. Bəli, bəli. Bu 5-i 5-ə bölürdük. Əgər bunu bilməsəz, y üstü x-ə bölürsünüz. Y üstü x-ə bölürsünüz, onda görəcəksiniz ki, cavab alınacaq 1. Bu da 2-ni verdi. ln y gətirdim, yerinə qoydum. Nə tez vaxt? ln y bərabərdir 2 alsam. Y də y üstü 2. Y də y üstü 2. Var belə bir cavab? Bəli, bəli. Onda belə çıxır ki, bu olmalıdır. Amma mənfi sonsuz olsa görürsünüz, cavab dəyişir. Mənfi sonsuz olanda cavab dəyişir. Deməli, bu tipləri də indi, məsələn, y bərabərdir qoymaq indi hər adam onu ağlına gətirə bilməz, çətinliyi var, amma qoymaq lazımdır ki, səbəb nədir? Səbəb burada məxrəcin yaradılmasıdır. Yəni, loqaritmləmək, ln halına gətirmək, görürsünüz orada x yaratdı. X-i yaratmaqdan biz L'Hopital qayda sonsuz və sonsuzluq aldıq. Bəzən keçən dərslərdə yazıcı gəlir, 11 üstü x yazmışdım. Onu kökün altında çıxartmışdım mötərizənin xaricinə 1 üstə gəl. Səhvləməmsə nəsə 6 üstü məsələn x bölünsün 11 üstü x almışdıq. Orada da bir məxrəc yaratmışdıq. Yaxşı. Bu belə. Başqa? Test 9-da 8 və 9. Test 9-da getmişsiniz. Test 9 bir dəqiqə. Test 9-da 8 və 9. Baxın. Baxın, elə bu tipli sorunu, yəni kəsilməzliklə bağlı da, kəsilməz olması üçün Zeynəb müəllimə nə olmalıdır? Qayda nə deyir? Kəsilməz. İlk öncə f mövcud olmalıdır. Limit x yaxınlaşır 0-a f(x) mövcud olmalıdır və limit x yaxınlaşır sağdan limit f(x) bərabərdir f olmalıdır. Sağdan limit, soldan limitə də bərabər olmalıdır. Bəli. Düzdürmü? Aha. Yaxşı. Yəni bu kəsilməzliklə bağlı məlumatda olmalısınız ki, sonra axtaranda bir şey tapa biləsiniz. Əks halda Məsələn, 7-ci sual müəllim onunla bağlı olan bir çox sual vardı. Rahat şəkildə yaza bilirdim. Amma bu 8-ci sual biraz qəribə gəldi, yaza bilmədim. Əgər 7-ci sualı yazmısınızsa, demək ki, onda 8-ci də əslində yaza bilərsiniz.
Məsələn, test 3-də Səkiz 9-un aralıq üstündə də bu varmı? üçündə də deyil. Kəsilməzliklə bağlı. Test 9-da kəsilməzlik daha çoxdur. Hə, Düzdür? test 9-da Var. Test 9-un üçüncüsündə. Ümumiyyətlə test 9-un özündə kəsilməzliklə bağlı qaydalar çoxdur, yoxsa azdır? test 9 bir dəqiqə bir 3 dənədir. Hə, yəni Yox, var 4 da. dənədir, 4 dənə. Bəli, Xeyli bəli. var. Hə, xeyli var. Hə. Yəni məsələn siz 3-də necə yazmısınız? 3. Test 9-un üçüncüsü. Bəli, 3-də müəllim mən bunu sağdan yaxınlaşma olaraq tutaq ki, 0-ın kiçik hissəsində soldan yaxınlaşması, böyük hissəsində sağdan yaxınlaşması və x-in bərabərdir 0 qiymətində. Biz sağdan və soldan yaxınlaşması bərabər etməliyik. Sonra da ortadakı bərabər etməliyik x-in 0 qiymətindəki, yəni b-yə. Bəli, bəli. Əgər siz bunu Elə yazmırsınızsa, əla, əla. Yəni indi bunu da yazaq onda. test 7, test 20 də o şəkildə yazılmalıdır. Bəli, bəli. Deməli, indi onda buna baxaq görək. 2x minus 1, yəni onları bilirsinizsə, əla. Deməli, bunu da yazmaq olar. X kvadrat üstə gəl 1. Burada da deyir x böyükdür, bərabərdir mənfi 1. Kiçikdir, bərabərdir 1. X üstə gəl 1. Burada da deyir ki, x deməli, böyükdür 1-dən. İndi kəsilməzliyi yoxlamaq üçün bizə kritik nöqtələr lazımdır. Kritik nöqtələr burada hansılardır? Mənfi 1 olan nöqtədir. Bir də müsbət 1 olan nöqtədir. Düzdür? Məsələn, biz bu nöqtələrdə kəsilməzliyi yoxlamalıyıq. Məsələn, bu yoxlama soldan limit, sağdan limit halında yoxlayaq. X mənfi 1-ə yaxınlaşanda, tutaq soldan yaxınlaşanda. Soldan 2x minus 1. Afərin. 2x minus 1. Nə üçün? Fikir verin, yəni mənfi 1-dən kiçikdir deyə demək soldan yaxınlaşma var. Ona görə bu hissəsini yazırıq. Burada da yerinə qoyursunuz, heç bir şey eləmirsiniz. 2-ni vurursunuz mənfi 1-ə, mənfi 2, mənfi 2-dən 1 çıxanda mənfi 1. Bu belə. Sonra limit x yaxınlaşır mənfi 1-ə, Mənfi 1-ə sağdan yaxınlaşır. Sağdan x yaxınlaşanda, kvadratı plus 1. bəli, çünki orada mənfi 1-dən 1-in arasıdır. Ona görə x kvadratı üstəyə 1. Bu düsturdan istifadə. Bunu yerinə qoyuruq. Mənfi 1-in kvadratı. Burada da 2-ni verir. Birbaşa hesab. Bu birinci, bu ikinci, üçüncü halı yoxlayırıq. Üçüncü hal 1-ə sağ. yox. Yoxsa da qutardı. Mənfi 1, 1 yoxladıq. Hə, üçüncü hal yox. İndi burada bir şey var. Sağdan limit, soldan limitə bərabər olmaq fərqli oldu. Düzdür? Deməli, Bəli, bəli. onda mənfi 3, 2-dən fərqli olduğuna görə, deməli, x bərabərdir mənfi 1 nöqtəsində funksiya kəsilən olur. Və salam, kəsilən olur. Yəni, orada kəsilmə baş verir. Bunu başa düşmək lazımdır. Kəsilən olur. İndi isə bir nöqtəsində yoxlamaq lazımdır. Bir nöqtəsində yoxlamaq. Mən cavablara baxmıram. Elə bir funksiyanı araşdırıram da. Limiti araşdırıram. X bərabərdir 1 nöqtəsində funksiyanın kəsilməzliyini yoxlayıram. Soldan yaxınlaşanda. Bəli, limit x yaxınlaşır 1-ə soldan yaxınlaşanda biz X orada kvadrat plus 1. hə, düzdür. Orada da odur. Amma yenə şübhə durumunda soruşun. Soruşun ki, niyə x kvadratı plus 1? Yəni bu soruşulmasa balaca bir şeydir, xırda bir şeydir. Sabahları çaşıb qalacaqsınız. Burada da 1 üstəgəl 1-dən nəsə oldu 2. Limit x Digərində də yaxınlaşır x plus 1. 1-ə sağdan yaxınlaşanda x üstəgəl 1 olmalıydı. Çünki bir dəqiqə Bəli, bəli, görürsünüzmü? Buradakı, yəni x üstəgəl 1-dən getməliyik. Onun O da funksiyası. 2 eləyər. Bu zaman bərabər olmuş olur. Bir nöqtəsində kəsilməzdir. Deməli, onda bir nöqtəsində bəli, kəsilməzdir deyə bilirik. Deyə bilirik. Sol limitlər bərabərdir. Deməli, bir nöqtəsində kəsilməzdir. Bəli, x bərabərdir bir nöqtəsində Müəllim, kəsilməz. bəli. O zaman biz burada mənfi 1 nöqtəsində kəsilən olduğu üçün mənfi sonsuzda mənfi 1-ə birləşmə mənfi 1-dən müsbət sonsuzluq aralığında kəsilməz olmuş olur. Tamamilə doğrudur. Çünki Bəli, biz mən ancaq müəllim belə kəsilən cavab hissəni almışam. təyin obasından çıxartdıq da elə bir. Belə. Mənfi Bəli, 1. Məsələn. Belə yazmışdım müəllim. Elə aralığı bilmədim necə götürəcəyimi. Yox, aralıq elə belə olur da. Yəni o elə ki Bəli, təyin bəli. olmaz. X-in ala bilmədiyi qiymət kimi götürə bilirik onu. Yaxşı. Yəni kəsilməzlik ona görə soruşdum. Məsələn 7-ni eləmisinizsə 7, məsələn 3. Bunlar Bəli. yəni 9 bunu da Maraqlı suallar idi. Bir Bəli. də universitet kursunda da çəkmişdik. Kəsilməzliklə bağlı düşə bilər. Çünki məktəb proqramında kəsilməzlik mövcuddur. İndi daha çox dediyim kimi suallar düşür, amma yenə də kəsilməzliyi bilməliyik. Yəni biraz da araşdıra bilərsiniz, sual verə bilərsiniz. Məsəl üçün başa düşmədiyiniz yer olanda, məsəl üçün qaranlıq qala bilər.
Məsələn, siz sualı verməlisiniz. Yəni orada qaranlıq bir şey yoxdur. Əsas məsələ sağ sol limiti bərabər. Keçən dərsdə qulaq asmaq lazımdır. Çünki keçən dərsdə də mən qrafik üzərində az da olsa göstərdim ki, yəni kəsilməzliyi bilək ki, belə misalları eləyəndə bir növ anlayıb eləyə bilək həmin şeyi. Ümumiyyətlə bir şeyi həmişə yadınıza saxlayın ki, məsələn, tutaq ki, məsələn, x bərabər 0 nöqtəsində verilənin kəsilməz funksiyanın kəsilməz olduğunu tapmaq üçün bilməliyik ki, sağ və sol limitlər bərabər olmalıdır. Və həmçinin də funksiyanın həmin nöqtədəki qiyməti də yəni ki, limitin cavabına bərabər olmalıdır. Bu halda biz funksiyanın kəsilməzliyindən danışa bilirik. Həmin testdə mənim 9-cu sual. Limit x yaxınlaşır pi-yə var idi sinus kvadratı x çıxılsın tangens, bunu tg yazın, x kvadratı tangens kvadrat x, pardon, tangens kvadratı x bölünsün x çıx pi mötəzənin kvadratı. Deyəsən belə idi. Mənim üstü 4 idi aşağıda. Aşağıda üstü 4-dür. Bəli. Yazaq 4. Tamam. İndi biz burada nə edə bilərik? İlk növbədə gəlin tangens kvadratını qıraq da sinus sürəti bir balaca dəyişək. Əvvəlcə dəyişək, sonra bildiyimiz formaya salaq. Mənə elə gəlir, çevirmə düsturuna sonra salaq. Bu ifadəni, demək, sinus kvadratı çıxılsın sinus, bunun rəngini çox şey vermişəm. Sinus kvadratı x bölünsün kosinus kvadratı x. Yəni burada yuxarıda sinus kvadratının mörtəzə xaricinə alsaz. Olacaq 1 çıxılsın 1 bölünsün kosinus kvadratı. Buradan da bərabərdir. İçəridə sadələşdirmə aparsaq olacaq sürətdə nə? Sürətdə olacaq kosinus kvadratı x çıx 1 olacaq. Düz deyirəmmi? Kosinus kvadratı x çıx 1. Kosinus kvadratı x çıx 1 də 1 çıx kosinus kvadratının əksidir də. Bunu belə yazaq. Görək hələ nə olur. Darıxmayın. Deməli, burada olacaq. Elə bunu əvvəlcədən sinus kvadratına 1 çıx kosinus kvadratı yaza bilərdim. Nəsə, fərqi yoxdur. Belə yazdım. Deməli, olacaq. Deməli, bu ifadə mənfi düzdür. Sinus kvadratı. Onda bu olacaq mənfi sinus üstü 4x bölünsün kosinus kvadratı x. Yəni, bu ifadəni bu şəklə saldım ki, çıxma olmasın. Baxın, bəzən deyirlər ki, bunu deyim, sonra bir şey də deyəcəm sizə. Məsələn, bu belə. İndi aparıb bunu yerinə qoysaq, burada olacaq limit x yaxınlaşır pi-yə, hətta bunu bayaq dediyim kimi x çıx pi yaxınlaşır 0-a yaza bilərdim. Və sinus kvadratını, sinus 4-ü saxlayın, bunu belə götürüm. Kosinus kvadratı x vurulsun. Sinus üstü 4 x bölünsün x çıx pi üstü 4 yazın. Belə bir şey yazdım. Burada eyni dəyişən yerini tətbiq edirik. Bəli. Aha. Burada bir də nə edəcəyik? Bir də deyin. Üstü 4 şəklində gətirdik. Deyirəm, burada həmin şeyi tətbiq edəcəyik. Gəlin elə birbaşa burada yazaq da x çıxılsın pi bölü 4 pi yazın. Bu yerə qalsın. Çünki çevirmə düsturu yaza bilirik də. Onun fərqi yoxdur. Pi çıx x, pi üstə gəl x. Düzdürmü? Onun çünki çevirmə düsturunda üstü cütdür deyə orada x çıx pi də yazsaz, pi çıx x də yazsaz bunu verir. Eyni şeyi verir. Sinus üstü 4x-i verir. Tamam. İndi buradakı olay nədir? Buradakı ayrı-ayrı vurmalar kimi baxa bilərsiniz. Sonra bu hissə bizə nəyi verir? 1-i verirmi? Yəni sinus üstü 4. O 1-i verir. Məsəl üçün, düzdürmü? Bəli. Görkəmli limitə görə. Deməli, qalır nə?
limit x yaxınlaşır pi-yə -1 böl kosinus kvadratı x. Yəni o birisi tərəf görkəmin limiti verdiyinə görə, çünki baxın sinus x çıx pi bölünsün x çıx pi mötərizənin də üstü 4 olmuş olur. Yəni sinus x böl x kimi buna baxırıq. Səbəb nədir? X yaxınlaşır pi-yə olanda x çıx pi də 0-a yaxınlaşır. Yəni gördüyünüz kimi sinus 0 böl 0 yaranmış olur. Və buna görə də biz sadəcə burada yerinə qoyuruq pi-ni. Kosinus 180 dərəcədə nə verir versin? Cavab 1-i verdi. -1 bölünsün 1 də bizə yox, bir dəqiqə, hədə belə oldu. -1 oldu. Bəli. Bu beləncə bizə cavabı verdi. Tamam, bu belə. İndi mən sizə bir dənə bir şey deyəcəm. Deməli, bu misalın cavabını həll elədik. Əvvəlcə çevirmə apardıq. Görkəmi limitə gətirdik. Təbii ki, çıxmanı aradan qaldırdıq. Burada bir dənə maraqlı sual nədir? Bəs biz ayrı-ayrı limitlərin fərqi kimi bunu yaza bilərdikmi? Öncədən. Ki, gəlin bunu sinus kvadratı x bölünsün x çıx pi üstü 4'ü bir limit kimi çıxılsın, digərini başqa bir limit kimi yazaq. Hə, yaza bilərdik, yoxsa bilməzdik? Yəni, mən yazıram, tutaq ki, yazmağa çalışıram. Yəni, parçalayıram, parçaladım. Amma x-in yerinə mənim x çıxılsın pi yazdayıq, ya x olduğu kimi qalsın. Aha. Yəni, x-in yerinə x çıx pi yaza bilərik. Amma fikir verin, burada 2 var, burada 4 var. Yəni, tutuşmazlıq var da, düzdürmü? Üstləri eyni olmalıdır. Bu zaman bizim işimizə yaramayacaq. Yəni, baxın, belə yazdım. Tutaq ki, qaydanı pozmamışıq. İndi x çıx pi üstü 4 sıfıra geçsin. Bu zaman sürətlərin dərəcəsi məxrəclərin dərəcəsindən daha kiçik olur. Sürətlər ikinci dərəcədə, məxrəclər dördüncü dərəcənin sıfıra gedir. Bu da o deməkdir ki, hər iki limit ayrılıqda sonsuzluğa gedir. Aydındır? Sonsuzluğa gedir. Düzmü deyirəm? Yəni, aşağı məxrəc, sürət məsələsi. Yəni, sonucda bura sonsuzluq alınır, yoxsa alınmır? Bir dənə diqqətlə baxın. Dərəcələrə görə. Mən belə eləyərdim. Sinus kvadratı x bölünsün x çıx pi-nin kvadratı vurulsun 1 bölünsün x çıx pi-nin kvadratı yazardım. Deyərdim, bu 1-ə gedir. Bu hissədə isə sonsuzluq 1 bölü 0-dan sonsuzluq yaranır. Eyni qayda o birisində də keçərlidir. Yəni, fikir verin, sonsuz çıx sonsuzluq nə üçün alır? Və sonsuz çıx sonsuzluq ayrılması bu işimizi aparmaya mane olur. Yəni, bitdi. Burada artıq siz qeyri-mənlik hal aldınız, hesablama aparımı olmayacaq. Amma nə zaman eləmək olar? Konkret ədədlər ola biliriksə eləmək olar da. Yəni, o vaxt limitləri ayırın ki, hər biri sonlu bir ədədi versin. Sonlu bir ədədi versə hesablaya bilirsiniz. Bu eləmək olar bu zaman. Amma indiki halda gərək biz yuxarıdakı elədiyimiz qayda ilə gedək. Yaxşı. Və buna görə də, yəni, yoxsa mən də düşündüm ki, bunu ayırsam, ayrı-ayrı hər birinin limitini ayrıca tapım, hesablayım mı? Amma olmayacaq. Bu dəqiqdir. Məsələn, 10-cu misal da maraqlıdır. İstəyirsiniz 10-cu misalı da eləyək. Məsələn, 10-cu misal məncə məktəb çərçivəsində olan bir sualdır. Biraz ağırdır, amma məktəb çərçivəsinə tamına uyğundur. Eləyəkmi onu da? Məncə eləyək. Məsələn, bunu da yazaq. 10-cu sualı. Limit x yaxınlaşır 2-yə. Burada mötərizədə x kvadratı üstəgəl a çıx 2x çıxılsın 2a mötərizə bağlandı. Biraz sadəcə uzundur. Gördüyümüz kimi uzun bir misaldır. Bölünsün x kvadrat çıxılsın 4x üstəgəl 4 mötərizə bağlandı, bərabərdir 5. Burada sonsuzluq halı deyil, konkret 2-yə yaxınlaşır. 2-ni yerinə qoyanda gördüyümüz kimi məxrəc 0 alır. Sürət hangi 0 dərəcə 0 verir? 0, orada da 2-ni qoyanda 4. Çox güman ki, bu 0, bəli, 0 verir. 0 böl 0 verir. Yəni, yoxsa belə asan olmazdı ki, belə olsun. Mən ayrılıqda neynəmişdim? Deyəsin törəməsini tapmışdım, uzun şəkildə getmişdim. Əgər 0 böl 0 alırsa... Aşağını bəli, törəmə şəklində getdim. Aşağı 2x çıxılsın 4. Bəli.
Eləmək olar. Bir də belə eləyə bilərsiniz. Törəməsiz necə? Məsələn, yuxarına diqqətlə baxın. Burada elə ki, kvadrat tənlikdir. Fikir versəz, kvadrat tənlikdir. Hə, yuxarı kvadrat tənlikdir. Mən kvadrat tənliyin köklərini tapa bilərəm. Necə tapa bilərəm? Məsəl üçün, maraqlıdır. 2 ilə A kimi götürə bilərəmmi? Hələ bir fikirləşirəm. Bəlkə biri mənfi 2 olacaq, Bəli. biri müsbət 2 olacaq. 2 ilə mənfi A kökləri yuxarının budur. Baxın, vuranda mənfi 2 A-nı verir. Toplayanda 2 çıxanı verir. O da əksini verməlidir. Deməli, tamı-tamına doğrudur. Ya da olsa vurub açırsınız, qruplaşdırma aparırsınız, vurublarını tapırsınız. Yəni, mən indi köklərini tapdım, birbaşa yazdım. X çıx 2 birinci kökü 2-dir. İkinci kökü müsbət A idi. Düzdürmü? Müsbət A olduğunu, yox, mənfi A idi. Mənfi A olduğuna görə müsbət A yazdım. Yəni, vurub açanda onu verir. Bu belə. Bəli. Böyründə tangens. Tangens var. Deməli, burada məxrəcə də x. Aşağıda 2 sığın 2'nin kvadratı. Bəli, bu formadır. Buradan bunun biri geçsin, biri qalsın və biz bunu limit formasında yazacağıq. Sadəcə olaraq yazaq. Tangens x sığın 2 bölsün 2 sığın 2 elə biri verər. Ayrı-ayrılıqda yazsa. Bəli. Deməli, Sonra mən olanı 2 plus köçürdüm. A Bir də bərabərdir 5. olanı köçürdüm. Yəni, bu vəziyyətdə olacaq. X təbii ki, bu 5-ə bərabərdir. Və biz buradan bəli, götürəcəyik. Bu 2-dir. Bu 2-dir. Hə, biz burada götürəcəyik nəyi? Məsəl üçün, Tangens 2 sığın 2 bölsün 2 sığın 2'ni. Onu Bəli, 1 olaraq bəli. götürsək. Bu hissəni İkinci görkəmli. görkəmli limitdə sinusda olan kimi burada da eynidir. 2-ni qoyanda 0/0 alınırsa, o 1-i verdi. O 1-i verdisə, deməli, cavabı yazacaq. Limit x yaxınlaşır 2-yə, x üstəgəl A bölünsün x çıx 2. İndi yerinə qoyacaqsınız. Yəni, təbii ki, A-nın qiymətini yerinə qoyanda x üstəgəl 2 bölünsün x çıx 2 bərabərdir 5 olacaq. Və bunun dalınla da neynəyəcəksiniz? Hesablayacaqsınız və cavabı görüm, hələ düz yazdım. İndi baxım, görüm. Məncə düz yazdım. Sizcə? Mənim niyə? X çıx 2-nin biri getsə, Bəli, bir biri qalır. tangesinin birində x plus Hə, A hə, qalır. hə, hə. X plus A qalır. Bəli. Tamamilə doğrudur. Yəni, x çıx 2 gedib də kvadrat kimi fikirləşdim. Bu x üstəgəl A olmalıdır. Tamamilə düz deyirsiniz. Burada bunu dəyişmişdim. Deməli, Qalır limit x x plus A. yaxınlaşır 2-yə, qalır x üstəgəl A. Bu da 5-dir. X üstəgəl 2. Yəni, x üstəgəl 2 deyək elə. Bu 5-dir. X da 2 yox, 2 mən 2 üstəgəl plus A A. bərabərdir. Bu da A da bərabərdir 3-dür. Bəli, belə bir şey olacaq. Yəni, Bəli. cavabı tapacağıq. Yəni, mənə elə gəlir ki, məsələn, belə sualdan qarşılaşma olar. Yəni, normal sualdır. Tam proqrama uyğun sualdır. Həm görkəmli limit var orada, həm yəni törəmədən də eləyə bilərsiniz. Bəli, törəmə yolunla da gedə bilərsiniz. İkisi də doğru yoldur. Belə, yəni uzun görünməkdən qorxmayın da. Misallarımız adətən bəziləri uzun olacaq, amma içinə girmək lazımdır. Yavaş-yavaş o mövzuları yaxşı bilmək lazımdır. Yaxşı, bu belə. Kimin başqa nə sualı varsa desin. Test 10'da ikinci sual mənim. Test 10-da ikinci. Siz demək axıracan getmisiniz də, hamısına baxmısınız elə. Bəli, müəllim. Amma 11-də dəhşət çətinliyim olubdu qrafiklərdə. Qrafikləri əslində qrafiklər nisbətən daha asandır. Bəli, bəziləri var idi yaza bilirdim, amma bəziləri də çox qəliz idi, anlaya bilmədim. Olar. Deməli, test 10-da ikinci sual. Limit x yaxınlaşır nə yazır? En yaxınlaşır sonsuzluğa. Hə, en yaxınlaşır. En yaxınlaşır sonsuzluğa və burada bizə verib 10-da 7 üstəgəl %29 üstəgəl 3 nöqtə üstəgəl 5 üstünə belə bir 2 üstü n. Mənim üçüncü sualı həndəsi silsilə ilə yazdım, amma yuxarını həll edə bilmədim. 10 üstü n. İndi baxaq görək necə. Birinci biraz belə 5 üstü n üstü o düsturun özəl hissəsi var da, bu hissəsi. Bu hissəsi bizə maraqlıdır. Yəni bu hissəsi yox. Bax, yadınıza qalsın. Həmişə bu hissəni maraqlı qayda kimi götürün. Baxın,
Bunu mən bu formada yazıram ki, çünki bizə 2-də 1, 5-də 1 və s. bunlar lazımdır ki, biz sonsuzluğu yerinə qoyanda 0 Bəli, onun tamam limiti mənim 0 eləyir. Tamam. Bak Elə gördünüz burada tapdım. elə ki biz bunu bilirik ki 2-də 1 üstündadır. Burada 5-də 1 üstündadır. Bu eləməyə də bilərik belə. Yəni bu ayrı-ayrı belə çıxır ki, onda belə bir nəticə alınır. Həm burada misallarda məsələn n-ə bir dənə fikirləşək. 2-də 1 üstü n. 2 dənə silsiləni birləşdiriblər bunlar. Bilirsiniz necə 2 dənə silsiləni birləşdiriblər? Yəni adətən 2 silsiləni birləşdirmək son dövrlər noddadır. Son dövrlər həm də silsilələri özdə birləşdirirlər. Son dövrlər. Prosta biri var limitin içində birləşdirək, biri var kənarda birləşdirək. Bunu limitin içində birləşdirirlər. Yəni 2-də 1 üstü n bir limit üçün Bəli. veriliblər. 5-də 1 üstü Başa n düşdüm. bir limit üçün veriblər. Baxın, Onda 7-də %29-da məsələn 10-da 25-lə, %25-lə %4 elə olmuş olur. bəli. Bəli, Yəni 25-də bəli, elə olur. hə, ki birinci həddimiz nə olur birinci hədd? B1. Birinci həddimizdə 10-da 5-lə, 10-da 2. Bu da ixtisar cəssə 2-də 1 ilə 5-də 1 qalmış olar. Elə ki bunlar bu siz parça 10-da 7-nin içində həm şey Bəli. var. Yəni o sizdə 2-də 1 var, 5-də 2-də 1 1. var, həm də 5-də 1 var. Bax, ona diqqət etmək lazımdır. Yəni birləşdirib yazıblar. Məsələn 10-da 7, görürsüz burada üstə gəldi də, biz onu ayırdıq. Ki 7 nədir? 10-da 2 və yaxud 10-da 5 fərqi yoxdur. 10-da 2 üstə gəl 10-da 5-i belə bir şeydir. Yəni biz bunu 10-da 2 üstə gəl 10-da 5 kimi fikirləşməliyik. Bu formada gedilməlidir. Yəni bu çox çətin, yəni tutmaq lazımdır söhbəti. Adətən olimpiada tipli suallardan biridir bu. Yəni bunu tutmaq indi çətindir. Mən məsələn bunu yazdım. Yazandan sonra onu gördüm. Yəni ki, yəni bu şeyi 2 dənə silsiləni. Ona görə də baxın burada elə ki bir belə baxacaqsınız olaya. Tutaq ki 2-də 1 üstü n-dən düzəlibdir. Bizim son səndə silsilə düsturu B1 bölünsün 1 çıx Q-da axı. B1 bölsün 1 çıxılsın 2. Burada B1-ə biz məsəl üçün birində 2-də 1 verəcəm, birində 5-də 1 verəcəm. Yəni bu artıq bildik ki, bu və bu içindədir də hamısı. Və deməli mən bir dəfə 2-də 1-dən gedirəm. 2-də 1 bölünsün. Hə, 2-də 1-in üstü n də o demək ki, 2-də 1-ə vura-vura gedir də, düzdürmü? Bəli. Hə, onda ki Q da 2-də 1-dir. Bunu həll eləyirik. Burada 1-dir. Bu məşhurdur. Bu belə. Bu birinci. Digərdə 4-də 1 alınır. Digərdə 4-də 1 alınır da. Düzdürmü? 5-də 1-i bölürük. 1 çıxılsın yenə 5-də 1-ə. Bəli. Buradan da eləyəcək 4-də 1. Sonra da bununla bunu toplayacaqsınız. 1-in üstə 4-də 1, 4-də 5. 4-də 3, 4-də 5. 4-də 5 olur. 4-də 5. Və sonra bunun cavabı elə 4-də 5 olur. Qutardı. Orada oturub. Çünki bu sonsuzluğa gedəndə sonsuzluğa getmək nə deməkdir kəndə silsilədə? Sonsuz səndə silsilənin cəm düsturu deməkdir. Əslində çox maraqlı. Bəli, burada 2 dənəsini birləşdiriblər. Bəli, maraqlıdır. Hə, maraqlı sualdır. İkisini birləşdiriblər ona görə. Yəni həmişə düstura diqqət edin. Düstur belə deyək ki, kəsirlər, sonsuz kəsirlər görürsünüzsə və yaxud da bu sonlu kimi görünür, amma sonsuzdur. N-dən asılıdır axı, N də sonsuzdur. Yəni onda ücret tapacaqsınız misalı. Məsələn, çox maraqlı sual. Yaxşı. Əsl olimpiadalı sual. Sonra üçüncünü də eləmisiniz elə. Bəli, üçüncü də elə 1/3/3-dür burada Q-müz. Bu şəkildə getmişəm. Burada da sonsuz həm də silsiləyə üstünlük veriblər. Çıxır. Bu testdə var. Yəqin ki, digərlərini. Tamam. Başqa sual qalmadı? Bir də bəli qalıbdı. 8-ci sual mənim. Mən 10-cu test 10-da 8-ci sual. Bəli. Mən bir də Jalə müəllimdən soruşmaq istəyirəm. Buradadırmı Jalə? Bəli, müəllim, buradayam. Kompüterlə qoşulmuşam. Səsimi aça bilmədim. Üzr istəyirəm. Ona görə get cavab verdim. Buradayam, qulaq asıram dərsə. Yəni sizin öz suallarınız varsa, yəni baxın, suallar ağır ola bilər. Yəni görürsüz də, yəni sualların səviyyəsi ağırdır və s. Amma məsəl üçün sizin yaza bilmədiklərinizin də müzakirəyə ehtiyacı var. Ona da qulaq asmaq, baxmağa ehtiyacı var. Yəni yaxşımı? Ona görə sual verin. İndi
Mən bu Yoxdursa, suallara baxıram, heç mənim yazdıqlarımla bunların əlaqəsi yox. hə də onu deyirəm də, yəni amma yəni Haqqlılara. narahat olmayın da, dediyim kimi. Məsəl üçün, əslində keçən dərs mən bəzi sualları verdim, limitdən bağlı, yoxsa vermədim. Limitdən bağlı düşəcək suallar dedim. Yəni həddindən artıq təbii ki, tətbiq eləmək. Məsəl üçün, burada bir sual var. Mən istəyirdim bunu sizə göstərim. Test 9-da 5-ci sual. Məsəl üçün, imtahana rahat şəkildə salına biləcək sual tipdir. Onu yazım, sonra o birisi suala baxarıq. Məsəl üçün, deyir ki, limit x yaxınlaşır sonsuzluğa, x kvadratı çıxılsın 2x üstəgəl 1 bölünsün x kvadratı. Müəllim, hansı sualdır o? Bu test 9-da 5 olmalıdır. Bəli. Aha. İndi burada, məsəl üçün biz Müəllim, mən onu aha. məxrəclə sürətlə məxrəci bərabər halda gətirib, yəni 1 plus şəklində gətirdim. Hə də mən onu demək istəyirəm. Məsələn, bu cür sualları Bəli. görən kimi, təbii ki, üstə x olmasa tez yazır. Bu heç. Üstə x var deyə biz bunu görkəmli limitə gətirməyə çalışırıq. Baxın, bir də deyirəm, üstündə x olmasa mən nəyimə lazımdır onu həll edeyim? Yəni tezbazar cavabı yaza bilirik. Düzdürmü? Sürətlə məxrəci x kvadratına bölürük, məsələn. Bəli. Və yaxud da əmsbaş həddin əmsallarını bir-birinə bölürük, çünki sürətlə Bir. məxrəcin dərəcələri eynidir. Və cavabı yazırıq 1. Əgər bu mötərizənin üstündə x varsa, işimiz qəlizləşdi. Niyə qəlizləşdi? Mötərizənin içərisi bizə verdi nəyi? 1-i. 1-in üstü sonsuzluq da qeyri-müəyyənlikdir. 1 üstü sonsuzluq, bunlar da y-yə gəlir çıxır. Bəs indi bunu necə eləyək? Biz çalışırıq ki, sürəti yaradaq. Məxrəci yaradaq sürətdə. Bunu sürəti yaratmaq üçün mən təklif edirəm ki, həmişə sürətin özünü yazın. Dərəcələr eynidirsə özünü yazın. Yazan kimi. Bir də tərs çevirməyə ehtiyac yox. Yazan kimi. Burada bilirsən ki, 2x olması üçün üstəgəl 2x olmalıdır və müsbət 1 olması üçün çıx 1 olmalıdır. Və sən bu hissənin artıq bu hissəyə bölünməsindən 1 alınır. 1 alınır və götürürsən yazsan limit x yaxınlaşır sonsuzluğa 1 üstəgəl. İndi 2x minus 1 bölünsün alınır. Qorxmayın orada. 2x minus 1 bölünsün. X kvadratı çıx 4x üstəgəl 2. Yəni, belə bir şey alınır. Mötərizənin üstü x təbii ki. İndi bu hissə artıq 1 üstəgəl halına düşdü. 1 üstəgəl halına düşdüsə, burada 2x çıx 1-dir, unutmayaq. Tez yazmaq istəyirsinizsə, yəni biz bilirik ki, üstünlə onun x-in yerində, mötərizənin x-in yerində 2x minus 1 bölünsün x kvadrat çıx 4x və 2-nin tərsi dayanmalıdır. Ən yaxşısı y-nin üstü yazın. Ya da limit, hətta elə y-nin üstü yazın, birbaşa yazın. Limit x yaxınlaşır sonsuzluğa və o 2x minus 1 bu var ha, göy rəngdən, qoy biraz qəşəng göydən göstərim, bir dəqiqə. Bax, bu hissə var ha, bu hissə, bu hissəni götürüb yazacaqsınız bircə, bura. Yazdınız, olduğu kimi. Yazdınız. Tamam. Bu üsttəki x-i da vur kimi yazacaqsınız bura. Səbəb nədir? Bir də onu tərsdən yazın, sonra özünü yazın. Onu göstərmişdim keçən dərs. Yəni, keçən dərsin şeyinə baxın. Yəni, təkrarın bir də baxın. Ümumiyyətlə, çalışdıqca, vaxt tapdıqca bəzi mövzularda hansıda çətinlik çəkirsiniz, həmin mövzuların rekorduna bir də diqqətlə qulaq asın. Çünki içlərində maraqlı məqamları toxunmuşam. Onlar, yəni, sonra yaddan çıxır sadəcə olaraq da. Siz baxmalısınız, bir də baxmalısınız. Bu belə. Bunu belə yazandan sonra y-nin üstü, Sürəti vurduqda. Bu x-i 2x-ə vuranda 2x kvadratı olur. İndi birbaşa yazmıram da, şey eləmirəm. Buradan da 2x kvadratı çıxılsın x yaranır. Bu da bizim bildiyimiz çox həddidir. Rasional ifadə. Və buradan da biz cavabı sonsuza yaxınlaşdığına görə baş həddin əmsallarını bir-birinə bölürük. Yəni bu 2-ni verir. Y üstü 2 ilə də sonucu tapırıq. Yəni biz belə suallara hazır olmalıyıq. Bəli, bu suallarda iş görmək var. Nə çox asandır, nə də çox çətindir. Amma belə bir sualla düşə bilərik, rastımıza çıxa bilərik. İndi siz neçənci sualı deyirdiniz, onu da baxın. Test 10-da 8-ci sual. O hansıdır? Fx və x kvadrat çıx 1 olandır. Yoxsa?
Bəli, fx bərabərdir x kvadrat çıxılsın 1 və x kvadrat plus 1. Hə, x kvadrat çıx 1. Bəli. Buna baxaq. Bunu özünüz üçün qeyd elədiksə, keçim o birisinə. Yəni qeyd etməyə ehtiyac yoxdur, sadəcə olaraq baxmaq, sual varsa sualı vermək və s. Deməli, sualı yazıram. 8-ci sualda fx bərabərdir x kvadratı çıx 1. Burada deyir ki, x 2-dən böyük bərabər olan halıdır. X kvadrat üstəgəl 1, x 2-dən kiçik olan haldır. Maşallah, biri də var. Gx da verir bizə yenə 1 çıx x verir. Burada x 1-dən böyük halında göstərilmişdir. Bir də verir bizə 1 üstəgəl x. Burada da x kiçik bərabərdir 1 halını vermişdir. Yaxşı. Biz gəlin bunu belə bir şeydən fikirləşək də. Məsələn, mürəkkəb funksiyadır da. Bizdən əslində soruşduğu şey nədir? Soruşduğu şey bunu yazmasaq, yox, heç nə tapa bilmərik. Limit x yaxınlaşır. Neçə yazılır? O 4-dür o. Deyəsən 4-dür. Bəli. 4-də. Bunu birbaşa belə yazıram. Yəni biz mürəkkəb funksiyanı yazdıq və bunu hesablamaq tələb olunur bizdən. Bunu hesablamaq üçün biz x-in 4-ə yaxınlaşmaq halında gx-in hara yaxınlaşdığını fikirləşməliyik. Baxın, əsas məsələ budur. Gx hara yaxınlaşır? Məsələn, x 4-ə yaxınlaşırsa, demək 4 1-dən böyükdür də. Burada x böyükdür 1-dir də. 1 çıx x üçün baxacağıq. Baxın, bir də deyirəm. Biz elə ki, gx-i baxmalıyıq ki, görək gx hara gedir, yaxınlaşır. Yəni, limit x 4-ə yaxınlaşanda gx-in özü hara yaxınlaşır. Onu da birincidə yerinə qoyacaq. 1 çıxılsın 4. Yəni 1 çıx x-i yerinə qoydum, mənfi 3-ə yaxınlaşır. Deməli, gx 3-3-ə yaxınlaşır. İndi biz xarici funksiyanı, yəni f-i hesablamaq lazımdır da bizə. Doğrudurmu? Bəs bunu necə? Onda da mənfi 3 tapacağım. İndi bir dəqiqə fikirləşək. Onda belə çıxır ki, limit. İndi x qoymayaq, məsəl üçün bir u qoyaq. U mənfi 3-ə yaxınlaşanda bizə fu lazımdır. Biz bunu nə elədik? Ev ki, gx-a bir u dedik. Doğrudurmu? Gx-a bir u dedik. Oldu fu. X-i bunun cavabı nəyə yaxınlaşır? Gx özü nəyə yaxınlaşır? Mənfi 3-ə yaxınlaşır. Deməli, u da mənfi 3-ə yaxınlaşır. Yəni, belə fikirləşdir. Aydındır mı? Məncə belə. İndi burada u mənfi 3-dür. Mənfi 3. Bu da budur da. Mənfi 3 2-dən balacadır. F funksiyasına gedirəm. Mənfi 3 nədən balacadır? 2-dən balacadır. 2-dən balacası x kvadrat üstəyə 1-də yerinə qoymalıyıq. Gəlin x kvadrat üstəyə 1-də yerinə qoyaq. Yəni, limit u yaxınlaşır mənfi 3-ə. Burada x kvadrat əvəzinə u kvadratı yazıram. Belə bir şey elədim. Üstə gəlir 1. Qoydum yerinə. Mənfi 3-ün kvadratı 9. O da 1, 10 elədim. Və son cavabını tapdım. Belə çıxır ki, 10-dur cavab. Demək, 7-ci sualı belə eləyəcəyik. Gx bərabərdir. Bizə verir x kvadratı üstəgəl 6 bölünsün. Fx çıx 5. Fx 5-dən fərqlidir. Təbii ki, burada 4 çıx x kvadratı. Burada da fx-imiz 5 olsun. Və qrafiki çəkək. Deməli, burada mənfi 6-nı alır deyəsəm. Bu gəlir. Burada içi boş 6 olan yerdir. Gəlir. Burada 8 yerini alır. Tamam mı? Burada bir nöqtə var. Bunu da alır. Və bu qırıq-qırıq çəkilir. 4. Burada hissədən 3 alır. Və sonuncu bu hissədən gördüyümüz kimi bu da 5 alır.
Müəllim, həmənki qrafiki həll edirik. Bəli, bəli, bəli. Bu həminki qrafiki eləyək. Bir dəqiqə. Deməli, burada 6. Əslində çox çətin deyil belə qrafiklər. Sadəcə olaraq bir dənə bəzi şey deyim. Bura içi boşdur. Bura 6-dır. Və bu hissədə yenə içi boşdur. Burada da bizə verib 8. Bu hissəsi prosta mənə xoşuma gəlmədi. Qırıq-qırıq çəkək onu. Deməli, bu hissədə 8 verib. Sonra bu gəlir. Burada 4 verir. Yenə bu hissə mənim üçün çox xoşuma gəlmədi. Olsun. Yəni, orada təsəvvür edirsiniz də, yəni görürsünüz əslində. Burada da 5 verir. Bizə 5'i verir. Bir də burada bizə verir 3. Bir də burada qaralmış 5'i bizə göstərir. Aha. Deməli, indi baxın, gx funksiyası verilir. Yəni, x kvadratı üstəgəl 6 bu funksiya fx-in funksiya qrafikidir. Deyir ki, gx də əgər x kvadrat üstəgəl 6 bölünsün fx çıx 5 olsa və burada da təbii ki, deyir ki, fx 5-dən fərqli olsun və bir də 4 çıx x kvadratını da verir. Deyir ki, burada da fx-imiz 5 olsun. Tamam. Yəni, fx-imiz 5 olan halı bu şəklin ikinci hissə halıdır. Yəni, fx burada 5 olur. Düzdürmü? Bir dənə baxaq. Görək ikinci hissə halıdırmı? Xeyr, o hissə halı deyil. Yəni, onda belə çıxır ki, məsəl üçün, tutaq ki, buradakı qiymətə diqqət eləsək, x-a 0 verəndə 5 alınır. Düzdür? Qarışıq halda verəm. Sonra, indi bunun izahına keçək ki, bunun izahı görək necə olacaq. Əslində biz nə etməliyik? Məsələn, mən deməli bir düz xətt çəkmişdim bayaq. İndi təzədən çəkirəm. Baxın, bu düz xətti çəkdim. Düzdürmü? Bu düz xəttdə niyə çəkdim? Birinci, x bərabərdir 0 nöqtəsində, yəni x-a 0 verəndə y 5 olur. Yəni gördüyünüz kimi f0 bərabərdir 5 olur. Buna razısınız da. Və burada qrafikin bir də kəsişmə nöqtəsi burada baş verir. Baxın, burada da bir dənə kəsişmə yaranır. Düzdürmü? Fx funksiyasından kəsişir. Y-də 5 düz xəttdir. Bu halda birinci kəsilmə nöqtəsi kimi x-a 0 verəndə 5 olur. Niyə? Fikir verin, qrafikin orada axı kəsilən olması üçün məxrəc 0 ola bilməz. Düzdür? Belə deyə bilərik. Məxrəci 0 edən qiymət. Yəni, cavab 5 ola bilməz də. Ən azından bunu deyə bilərik. Tamam. Bir burada məxrəcin 0-a çevrilmə halı baş verir. Çünki biz 5'i bu yerinə qoyanda gx funksiyasında məxrəc 0 olur. Bu olmaz. Bir də bunun solunda yenə f5 verir də. Yəni x ola bilər burada. Bu mənfi 6 olmalıdır. Yəqin ki, mən səhv etmişəm. Bu mənfi 6-dır. Məsələn, mənfi 3 olar, mənfi 4 olar. Bu zaman nə baş verir? Yenə cavab 5'i verər. 5'i verəndə funksiya axı şey ala bilməz. Məxrəci 0 ola bilməz. Deməli, burada deyə bilərikmi ki, 2 nöqtə buradadır. Yəni, burada 2 dənə kəsilmə nöqtəsi baş verdi. Məxrəc 0 ola bilməz. Bunu deyə bilərik də, düzdürmü? Bəli. Aha, birinci bu. Bu kəsişmələr, bunu tapdıq. Bəs biri də var. Məsəl üçün, hansıdır 4 olan nöqtəyə fikir verin. Bax, burada x bərabər 4 olanda cavab 3'ü verir. X 4 olanda cavab 3'ü verir qrafikə görə. Amma fikir verin, burada limit məsələsinə diqqət eləsək, burada kəsilmə var da. Yəni, soldan yaxınlaşanda cavablar 8'ə doğru gedir. Görürsünüzmü? Sağdan yaxınlaşanda cavablar 3'ə doğru gedir. Sağ limit sol limitə bərabər deyil deyə. Deməli, həmin nöqtədə kəsilən olur. Yəni, bir qrafik qırılıb düşüb aşağı. Belə təsəvvür edə bilərsiniz də. Aydındırmı? Qırılıb düşüb aşağı. Məsəl üçün, biz nə demişdik? Kəsilməz olması üçün sağ limit sol limitə bərabər olmalıdır. Bir də funksiyanın həmin nöqtədəki qiyməti həmin limitə bərabər olmalıdır. Düzdür? Yəni, burada 5 olan yerdə bu
prosesin pozulduğunu, bir də belə x-a 4 verəndə prosesin pozulduğunu. Yəni məsələn bir 0 olanda, bir -3 olanda, bir də məsələn 4 olanda tutaq ki, bu prosesin pozulduğunu görürük. Ona görə də cavab 3 olar. Yəqin ki, qrafikin, amma bilmirəm cavab yəni 3 var. Cavab müəllim deyəsən bir dəqiqə bir A variantı. Birinci bir şey nöqtə var. Eləmi? Bu test 11-in 7-cisidir də, düzdürmü? Bəli. Müəllim 3 nöqtə göstərir məndə. Sizdə 3 nöqtə göstərib, maraqlıdır. Sizdə 1 nöqtə göstərir. 1 nöqtə ola bilməz ki, mən 3 nöqtə 11-in 3-cüsü Z variantı. Məndə Z variantı. Bəli, müəllim. Mən üzrlü sayın səhv baxmışam. Mən də deyim. Mən də fikirləşirəm ki, burada nə ola bilər ki, yəni həmin qaydalardır. Eyni qaydalardır. Burası biraz diqqətli olmaq lazımdır. O kəsilməzliyi, kəsilənliyi bir də fikirləşmək lazımdır. Yəni bunu belə bu formada yazaq. Müəllim bir 5-in o -3 ilə birləşdiyi hissə var. Orada kəsir. Bir Bəli. 4 ilə 5-in kəsişdiyi hissədə və bir də boşluq hissəsində. Bir elə bir ki, bir məsəl üçün x-a 0 verəndə 5 alır. Məxrəc 0-a çevrilir burada. X-a 0 verəndə 5 alır. Görürsüz? Bəli. Ay sağ ol. Bir 0 verəndə məxrəc 5 olur. Məxrəc 5 olan halda gx funksiyası kəsilən olmuş olur. Bu bir. Yəni çünki məxrəc 0 olmamalıdır. Bəli. Bir o halda görürük. Həm də ikinci həmin o -3 dediyim yerdə, tutaq ki, indi -3-dür, -2-dir, -3-dür, onu da təyin edə bilərik, baxa bilərik. Yəni amma biz söhbət qrafikdən gedir. Məsələn, çünki gx funksiyasında fx yazılır ora. Mən fx-in cavabının 5 olduğunu güman edirəm. 5 olan hallara baxıram. Yəni fx 5 olanda 5-5 məxrəci 0 edir. Bu zaman təbii ki, həmin nöqtədə limiti varmı? Yəni yoxdur da, varmı yoxsa? Sizcə? 5. fx-in 5 qiymətində. Aha. Yəni limiti varmı, yoxmu? Məsələn, maraqlı bir sualdır. Vardır. Aha, vardır. Amma məsəl üçün kəsilməzdir yoxsa kəsiləndir funksiya? Kəsiləndir. Kəsiləndir, bəli. Çünki orada görürsüz ki, yəni Daxildir. və ona görə də biz bunun kəsilənliyini axtarırıq. Ona görə məxrəcin 0 halları bizim üçün funksiyanın kəsilənliyinə işarədir. Funksiyanın kəsilənliyinə işarədir. Ona görə 2 nöqtə buradan götürdük. Bir nöqtəni də məsələn 4-ün x-a 4 olanda məsələn fikir verin 3 alıb. Eyni zamanda da qrafikin qırıldığını görürsüz də. Məsələn yuxarı hissədən görürsüzmü? Düşüb elə ki qırılıb aşağı düşüb. Yəni burada da funksiyanın kəsilənliyini görmüş oluruq. Yəni bu da belə. Yəni bir sıçrayışa görə deyə bilərik. Qrafik x4 nöqtəsində qəflən aşağı düşüb. Həmin nöqtədə 4 nöqtəsində funksiya özü kəsilən olduğu üçün fx kəsilən olduğu üçün gx də ondan asılıdır axı. Fx-dan asılıdır da. Ona görə gx avtomatik kəsilən olacaq. Yəni biz gx funksiyasına qiymət veririk. Və salam. Buna görə də 3 dənə nöqtə olur. Məsələn 6-cı sualda nə idi? Biz içi boş dairələri tapırdıq da, düzdürmü? 6-cı suala diqqət edin. Bəli. Biz 6-cı sualda içi boş dairələri tapırdıq. Orada sıçrayışsa var idi. Sağ və sol limitin bərabər olması önəmli idi. Bəli. Sağ və sol limitin bərabər olması önəmli idi. Sadəcə bir yerdə bərabər olurdu. Bəli. O da solda idi deyəsən. Soldan birinci. Bəli. Bax belə bir şeydir. Buna diqqət elədik. Yəni Mən ümumiyyətlə imtahanda testdə də bu mövzu demirəm. Ümumiyyətlə keçdiyimiz mövzulardan qrafik forma düşmə ehtimalı var və yaxud da düşübmü? Yox, yəni düşüb ancaq limitlərin hesablanması, görkəmli limitlərdən bağlı hesablamalardır. Sonra adi şeylərdir. Yəni belə qrafikləri mən görməmişəm. Bir də yalan deyir. Həm də məsələn mat da aparır, həm də elektron formadadır. Məsələn kağız üzərində olsa, seçsəm rahat həll etmək rahat olar da. Yəni yox, əslində belə deyək də, ən vacib məqamı nədir? Funksiyanın kəsilməzliyi və kəsilənliyi haqqında bilgiyə malik olmaq.
Əgər siz funksiyanın kəsilməzliyini, kəsilənliyini yaxşı öyrənmisinizsə, yəni onu tam mənada başa düşmüsünüzsə, onda siz bunlara cavab verə bilərsiniz. Yox, əgər tam mənasını anlamırsınızsa, yarı-yarımçıq da başa düşürsünüzsə, onda onu təbii ki, həll eləyəndə çətinlik çəkə bilərsiniz. Yəni, amma məsəl üçün bizə daha çox limitlərin hesablanmasına bağlı suallar düşür. Yəni, bunu da belə bilməliyik. Keçən dərs mən kəsilməzliklə, kəsilənliklə bağlı bir şey dedim. Məsələn, Zeynəb müəllimə də indi deyir bəzi şeylər. Məsəl üçün, mən nə demişdim? Məsələn, nöqtədə kəsilən olması haqqında fikir bildirmişdik də. Məsələn, siz həmin yerə bir də baxa bilərsiniz. Ümumiyyətlə, Kəsilən olub limiti kəsilməz olması ola da bilər, olmaya da bilər. Hə, kəsilməz olması üçün qrafik həmin nöqtədə qırılmamalıdır. Bu birinci. Bəli. Qırılmamalıdır. Qırıldısa, məsələn, bizdə fikir verin, elə bir ki, 4-də olan bu hissə var, amma bu hissə. Bu hissə qırılıb yuxarıdan düşüb aşağı. Deməli, bu qırılma var, yəni sırayiş var. Qrafikdə sırayiş var. Bu qırılmamalıdır. Qırılırsa demək kəsilir həmin nöqtədə. Yəni 4 nöqtəsində kəsilir. Sonra məsələn bu qırılmanı dedim. Və yaxud da bu 6 yazılan yerdə diqqətlə baxın 6. Yəni ki, y-in üstündə 6 olan yerdə də içi boş götürmüşük. Onun da aşağısında 5 götürmüşük. Fikir verin. Məsəl üçün desəm ki, limit x yaxınlaşır məsələn 0-a, çünki 0-da o baş verib də. Məsəl üçün həmin o funksiya, yəni bu tutaq ki, fx funksiyası deyək də, bu fx daxil. Fx funksiyası bərabərdirmi f0 qiymətinə? Sual verirəm. F0-da neçə alıb? 5 almayıb bizdə. Bəli. Amma limiti nədir? Limiti 6-ya gedir də, sağdan da, soldan da 6-ya gedir. Bu buna bərabər deyil. Deməli, burada nöqtədə fx funksiyasının, məsəl üçün, x bərabərdir, tutaq ki, 0 nöqtəsində limiti var, lakin o f0-a bərabər deyil. Bu halda da bu kəsilənlik əlamətidir. Yəni, limiti var, lakin funksiyanın həmin nöqtədəki qiymətinə bərabər deyil. Bu halda da biz deyəcəyik ki, funksiyanın kəsilməzliyi pozuldu, yəni həmin nöqtədə kəsilən olmuş oldu. Amma indi biz məxrəcə görə də bunu deyə bilirik. Məxrəc burada var, məxrəcin rolu var. Ona görə də biz həm də bu formada deyirik də. Yəni, məsəl üçün, şəkil üzərindən sadəcə deyirəm. Tutaq ki, heç funksiyanı görmürəm. Şəklə baxaraq qərar verirəm ki, demək burada da bu kəsilən olmalıdır. Burada və burada bunun kəsilən olduğunu %100 söyləyə bilirəm. Aydındır? Yəni, belə. Başqa nəsə varmı? Amma ümumiyyətlə, 3 şərtin ödənməsi var da. Qaydada biz bunu bilməliyik ki, funksiyanın bir nöqtədə kəsilməz olduğunu bir nöqtədən söhbət gedir. Məsələn, 0 nöqtəsində kəsilməz olduğunu söyləmək üçün 3 şərt ödənməlidir. Birinci, ümumiləşdirib deyirəm. Birinci, məsələn, tutaq ki, x 0 nöqtəsi üçün deyirəm. Funksiya x bərabər 0 nöqtəsində təyin olunmalıdır. Birinci təyin olunma söhbəti olmalıdır. Bu belə. İkinci, həmin x bərabər x 0-a yaxınlaşanda limiti olmalıdır. Və üçüncü, x 0-a yaxınlaşanda fx funksiyasının qiyməti elə f0-ın qiymətinə bərabər olmalıdır. Məsələn, burada üçüncü şərt deyək ki, birinci şərt ödəyir. X bərabər 0 nöqtəsində təyin olunur. Məsələn, söhbət hansının üçün gedir? Məsələn, yenə bu yazdığım üçün gedir. Yəni, x 0 nöqtəsində təyin olunur. Yəni, x-a 0 vermək olur. Bu birinci. Bundan razıyıq. İkinci, limiti varmı x 0 nöqtəsində? Limiti var. Yəni, 6-ya bərabərdir. Sağdan soldan limit var. 6-ya bərabərdir. Tamam, bu da limiti var. Üçüncü şərt ödənməli burada. Nə şərti idi? Yəni, bu yazdığım, bu düzbucaqlıya aldığım şərt ödənmədiyinə görə mən artıq orada onun, yəni qrafikə görə, heç funksiyaya baxmıram, qrafikə görə onun kəsilən olduğunu söylədim. Aydındır. Məsəl üçün, bir dənəsi nümunə üçün verim, siz baxın, kəsilən olub olmadığını mənə deyin. Məsələn, bir qrafik verdim. Qrafik gəldi belə, burada qaralandı. Məsəl üçün, həmin o yerdə də burada bir dənə boş götürdüm və davam elədim, getdim.
Məsəl üçün, tutaq ki, bu da oldu 4. Sual. X bərabərdir 4 nöqtəsində. Kəsiləndir, yoxsa kəsilməzdir? Kəsiləndir. Tamamilə doğrudur. Deməli, həmin o nöqtənin apsisini görürük də x bərabərdir 4 nöqtəsində. İkinci. Yəni, bu kəsiləndir. Yaxşı, belə bir sual verək. Məsəl üçün, olsun belə bir şey. Olsun. Məsələn, hissəli funksiya kimi verin. Fx bərabərdir. Tutaq ki, bir parabola verirək. Parabola. Bir də düz xət verək. Məsələn, parabola verək. Deyək ki, x 1-dən kiçik bərabər. Burada da x olsun 1-dən böyük bərabər. Böyük bərabər. Məsəl üçün, sizcə bunun məsəl üçün kəsilməz olduğunu söyləmək olar mı? Məsələn, tutaq ki, x bərabərdir 1 nöqtəsində. O 1 nöqtəsi kritik nöqtədir də. Görürsünüz, 1-dən sağda və 1-dən solda. Yəni, 1 nöqtəsində kəsilər, yoxsa kəsilməz? Kəsilər məncə öyrənəm. Çünki Kəsilər. onları yuxarı əgər olarsa, Tamam, indi gəlin öyrənək. Gəlin elə bu qrafikin üstündə öyrənək bunu. Məsələn, buranı götürdüm. Tamam. Buranı götürdük. Buradan da bir dəqiqə üzr istəyirəm. Bunu gətirdim göyə. Tamam. Məsələn, parabolanın qrafiki belə gedir də. Belə gəlir. Buradan gedir. Mən indi burada 1-də dayandıracam da. Tutaq ki, çünki 1-dən kiçik hallar şəklində. Burada özə qaraldaq bunu. X-a 1 verəndə cavab da 1 verirmi? Verir. Burası da 1-dir. Bu halda qrafikin x kvadratı hissəsi budur. O birisi y bölü x düz xətti də. X-a 1 verəndə y də 1 olur. Məsəl üçün, amma indi 1-dən sonra başlayır da. Yəni, bu nə qədər 1-dən sonra başlasa da, bu belə gedəcək də. Bu formada davam edəcək. Düzdür? 2 yerdə orada kəsilir. Tamam. Belə. İndi buradan bir sual yaranır. Məsələn, limit, yəni 1x, məsələn, limit, x yaxınlaşır 1-də. Baxaq görək ki, limiti varmı? Birinci, təyin olunub. Çünki burada x 1-i ala bilir. Başa düşdünüz? Yəni, təyin olunub. Bu şərt ödənilir. İkinci şərtimizə keçirik. Limiti olmalıdır. X bərabərdir 1-də limiti olmalıdır. Bu funksiyamızın nəyi olmalıdır? Limiti. Varmı? Təbii ki, var. Var. Çünki soldan da yaxınlaşanda, sağdan da yaxınlaşanda cavablar nəyə yaxınlaşır? Bax, bu 1-ə yaxınlaşır. Deməli, onda bunun limiti var. Sağdan da, soldan da limit bir-birinə bərabərdir. Tamam, bu əla. İndi, üçüncü şərtimiz nə idi? Limitin qiyməti, deyək ki, həmin nöqtədəki funksiyanın qiymətinə bərabər olmalı. Kəsilməz üçün bu üçüncü şərti ödəməliyik. Yəni, üç şərtin üçünə də diqqət edin. İndi, bu da varmı? Var. Niyə? Məsəl üçün, x-a 1 qoyanda nə görürük? Məsələn, burada qoyuruq da yerinə. Düzdürmü? 1 qoyanda cavab da 1 verirmi? Verir. F1 cavab 1-in kvadratı 1. Deməli, bu limit eyni zamanda həmin funksiyanın bu qiymətinə, həmin nöqtədəki qiymətinə bərabərdir. Demək, x bərabər 1 nöqtəsində kəsilməzdir. Yəni, fikir verin, funksiya qırılıb düşmüyor, bir şey eləməyib. Desəz ki, bəlkə içi boş olanda nə olur? Gəlin, onu da deyim. İçi boş olan halda, məsələn, qrafikimizin içi boş olan halda. Adətən düz xətlərdə bunu rahat görmək olur. Yəni, özüm qırmayacam. Yəni, cürbəcür baxa bilərik. Məsələn, y bərabərdir, fx bərabər yazaq. Fx bərabərdir. Tutaq ki, x, bunu da deyəsən demişdim, belə bir şey. Yəni, 9 olsun, burada 9. Burada da x çıx 3 olsun. İndi, bu funksiyanın qrafikində biz x-in qiymətlərini 3-ə yaxınlaşdıraq. X-in qiymətlərini 3-ə yaxınlaşdıraq. Doğrudurmu? Cavab boş qalır. 3 qiymətində 6 alınar, lakin kəsiləndir. Deməli, Yəni, təyin olunub, amma kəsiləndir. Deməli, burada x kvadratı çıxılsın 9, bəli. X çıx 3-dür. Bu olacaq limit. Qeyri-müəyyənlik olduğuna görə ya teoremədən, ya sadəcə də müxtəsər olma düsturundan ixtisar etdik. X üstəgəl 3 aldıq. Yəni, 3-ün üstünə 3 gəldik. 6-nı aldıq. Yəni, qrafikində qura bilərik. Qrafikində quraq. Təbii ki, bu elə ki, bizə verir x üstəgəl 3-ü. X da 3-ə bərabər ola bilməz. X üstəgəl 3-ü verir, x də 3-ə bərabər ola bilməz. Deməli, x üstəgəl 3-ün qrafiki
Deməli bu -3 olan yerdən keçir, müsbət 3 olan yerdən keçir, amma müsbət 3-ün içi boş olur. İçi boş olur. Afərin. Bu məncə belə olur. Yəni sizcə, yəni mən bilmirəm. Bəli. Dəqiq yazdımsa, dəqiqdir. Bu belə gedir. Tamam. Tutaq ki, belə gedir. İndi buradan bir sual yaranır. Amma bir dəqiqə x-a 3 verəndə səhv çəkdim. Bir dəqiqə. Səhv çəkdim. Aha. Deməli x-a 3 verəndə x-a niyə üçün boş götürürük? Deməli x-a 3 verəndə nə olur? 6 olur. X-a 3 verəndə 6 olur. Doğrudur. Yəni səhv deyirəmsə deyil. X-a 3 verəndə 6 olur. Tutaq ki, belə gəlir. Burada bax bu hissədə boşluq yaranır. Hansı ki 6 olacaqdır. 2 verin. Bu hissədə boşluq yaranır. Aydın oldu mu? Yəni 3 verəndə boşluq yaranmalıdır. Bəli. Çünki məxrəc 0 olur axı, onu ala bilməz. Cavab yoxdur axı. Söhbət bu funksiyadan gedir. Bəli. Mən bura qoya bilmirəm. Tamam. Deməli burada 3 şərtimizə 3-ünə də diqqət eləyək. Görək ödəyirsə, deyək ki, hə. Deməli bunun kəsilməzdir ya kəsiləndir. Hələ ki əlbəttə baxanda bilirəm, amma siz də indi tutaq ki də mən də bilirəm ki, kəsiləndir. Artıq həmin içi boş gördük orada, amma buna diqqət edin. Nə? Qaydalar ödənmir. Həmin birincisi x bərabərdir C nöqtəsində demişdik təyin olmalıdır. Yəni hər hansı bir nöqtədə təyin olmalıdır. Bu da x bərabərdir 3 nöqtəsində təyin olmuyor. Aydındır? Təyin olmuyor. Gəlin limitinə baxaq. Limitini gördük. Limiti 6-nı verdi burada. Amma təyin olmuyor baxın. Təyin olmuyorsa şərtin biri ödənmədi. 3 şərtdən biri ödənmədisə demək kəsilən olur. Aydındır? Yəni 3-ü vermək olmur. 3-ü verəndə qiymət almır. Desəz ki, 3-ü verəndə birdən burada bir qiymət alsa, onda necə olacaq? Onda demək o şərt ödənəcək də. 3 verəndə nəsə qiymət alır da. Məsələn, belə bir şey. Aydındır mı? Şərt ödənmir. Hə, orada digər şərtlərə baxırsınız. Yəni, demək, ona uyğun da, yəni misal vermək olar. İstəyirsiniz, bir dənə də ona uyğun. Yəni, artıq burada kəsilən olduğunu sübut elədik. Yəni, kəsilən oldu. Hə, 3-ə yaxınlaşanda limiti varmı? Var. 6-ya yaxınlaşır. Amma qiymət olaraq, yəni funksiyanın qiyməti olaraq x-a 3 verə bilmədik. Deməli, bu. Bir dənə də sonuncu istəyirsiniz, bunu da deyim. Məsəl üçün, baxın, görün nə oldu? Uyğun gəlir, gəlmir. Bir də, məsəl üçün, kəsilməz funksiyalar haqqında, məsəl üçün, müəyyən intervalda kəsilməzliyi haqqında teoremlər də var. Bilirsiniz onları? Məsələn, ümumiyyətlə funksiyanın parçada kəsilməzliyi ki var. Məsəl üçün, 2 nöqtə arasında kəsilməzliyi var. Məsələn, fx funksiyası tutaq ki, AB parçasında təyin olunubsa və AB intervalında kəsilməzdirsə, məsəl üçün, baxın, söhbət AB intervalından gedir. A-nın və B-nin, məsəl üçün, deyək ki, qiymətlərini daxil etmirəm. Parçada götürürəm. Məsəl üçün, belə gəldi. Tutaq ki, götürürəm. Lakin söhbət AB intervalından gedir. Uc nöqtələrdən yox. Əgər AB intervalında kəsilməzdirsə, şəkildən də gördük ki, kəsilməzdir və limit x a-ya sağdan yaxınlaşanda, söhbət fx funksiyasından gedir, sağdan yaxınlaşanda cavab elə f a-ya bərabərdirsə və bu B üçün də keçərlidirsə, B-yə də təbii ki, soldan yaxınlaşacaq. Bu zaman cavab yenə FB-nin cavabına eyni olacaqsa, onda biz fx funksiyasına AB parçasında kəsilməz funksiya deyirik. Yəni, tərif olaraq budur. Yəni, AB intervalının hər bir nöqtəsində kəsilməz olan funksiyadır. Məsələn, şəkili. Və buna kəsilməz funksiya deyirik. Məsəl üçün, y bərabər tangis x funksiyası sizcə özünün təyin oblasında kəsilməzdir, yoxsa kəsilən? Necə müəllim, hansı funksiya? Y bərabər tangis x funksiyası. Ya lap kotanges, lap sinus, lap kosinus. Bizim keçdiyimiz trigonometrik funksiyalar. Yəni Kəsiləndir müəllim. Kəsiləndir, kəsilməzdir. Kəsiləndir. Çünki Xeyr, təyin oblaslarında kəsilməzdir, yadınıza qalsın.
Təyin oblaslarında Bəli, kəsr təyin oblastlarında. Mən Sonra qiymətlər çox əddi şəkildə funksiyalar kəsilməzdir. Məsələn, y x kvadrat olsun, kəsilməzdir. Amma kəsr asılan funksiyalar məxrəc sıfırda o kəsiləndir. Ona görə Bəli. gərək sıfırdan fərqli olsun ki, bəli. Məsələn, biz 1/x funksiyası görürsünüz, kəsiləndir. Sıçrayış var. Bəli. Və bunlar kəsiləndir. Məsələn, loqaritm tutaq ki, 2 əsasında x funksiyasını götürür, kəsilməzdir. Təyin oblasında kəsilməzdir. Təbii ki, təyin oblasından söhbət gedir. Və əgər kəsilməz funksiya müəyyən bir parçada kəsilməz funksiyadan danışırıqsa, o özünün ən böyük, ən kiçik qiymətini həmin aralıqlarda alır. Həmin parçada almış olur. Bu əslində Weierstrass teoremi sayılır. Bir də var, funksiyalar üçün bir kəsilməzliklə bağlı Cauchy teoremi. Cauchy teoremi də deyir ki, əgər funksiya tutaq ki, bu AB parçasında kəsilməzdirsə, onun uc nöqtələrində əgər əks işarəli qiymətlər alarsa, hal-hazırda gördüyümüz şəkildə eyni işarəli qiymətlər alır. Biri aşağıda keçsəydi, aşağı düşsəydi, məsəl üçün desəydik ki, burada deyək ki, FB mənfi qiymət alır da, FB bura düşdü, məsələn, FA bura düşdü. Onda əks işarəli qiymətlər alarsa, onda parçanın uc nöqtələrində, yəni parçanın uc nöqtələrində, daha doğrusu parça daxilində, AB parçası daxilində hökmən bir nöqtədə sıfıra çevrilir. Bu da Cauchy teoremidir. Sadə bir teoremdir. Yəni qeyri-adi bir şey yoxdur. Yəni bu nöqtədə sıfır olur. Yəni əgər parçada kəsilməzdirsə və uc nöqtələrində əks işarəli qiymətlər alırsa, təbii ki, biz deyəcəyik ki, hər hansı bu da belə teoremlər var. Bu məktəb proqramında belə şeylər var. Aydındır mı? Ona görə biz teoremadan işləyəndə görəcəksiniz. Parçada ən böyük, ən kiçik qiymətləri tapanda, AB parçasında ən böyük, ən kiçik qiymətləri tapanda, məsəl üçün, həm uc nöqtələri də aparırıq, qoyuruq funksiyada yerinə ki, çünki orada bir qiymət almalıdır. Ən böyük, ən kiçik qiymət almalıdır. Onu keçəndə deyərik, danışarıq. Bax belə. Yəni, əslində bir 3 qaydanı bilsək, onu tətbiqini düşünəcəyik. Tətbiqində hansısa biri uyğun gəlirsə, yəni belə, biri uyğun gəlmirsə, demək kəsiləni olacaq. Hər üçü uyğun gəlməlidir ki, biz onun kəsilməz olduğunu deyək. Və bir də belə baxanda da bəzən görürük ki, bu məxrəc sıfıra çevrilirsə, deməli, burada kəsilən söhbəti var. Yaxşı. Bəli. Belə, yekunlaşdıraq. Biz yeni dərsə nə yazayıq? Məncə, belə eləyək də. İndi biz yeni dərsi desəm ki, gəlin teoreməni işləyin. Yəni, işləyərsiniz işləməyinə. Ən azından teorema düsturlarını əzbərləmək olar. Bəli, teoremadan biraz yazaq. Təkrarlayın. Testlərdə də baxarıq. Yəni, özünüz üçün, yəni əgər bunu Limitli istifadə elədi. Yəni, biraz anlayış da oradan yarandı məncə. Limitli teoremadan istifadə elədiyəm. Yəni, belə rahat olar məncə. Bəli. Ona görə biraz teorema düsturlarını, onsuz da zaten bilməliyik teorema düsturlarını. Teorema düsturlarını bir var isbatından öyrənirsiniz, bir var isbatsız. Yəni, sadəcə olaraq sinusun teoreması kosinusdur, kosinus teoreması mənfi sinusdur. Bu formada öyrənirik mürəkkəb funksiyanın teoreması ki, tətbiq edəndə limitdə də çaşmayaq da. Bunları öyrənək. Yaxşı. Onda bu gün bəs eləyər. Dediyim kimi, Allah qoysa, indi 5-ci gün dərsimiz var da. Neçənci gündür? Bugün 2-ci gündür. 5-ci gün dərsimiz var. Peşlə. İnşallah onda da teoreməyə başlayalım. Oldu. İnşallah müəllim. Gecəniz xeyir. Xeyrə qarşı. Sağ olun. Sağ olun. Sağ olun.